Bir addım atın kimin üçünsə, görün nə qədər ləzzətli olur həyat. Hətta o adam sizi göynətsə də, incitsə də, bu nankörlükün də, belə deyək də, o qədir bilməzliyin də bir ləzzəti var. Amma düz baxsan məsələyə. Düz baxmasan, zarıyacaqsan, küsəcəksən, inciyəcəksən ki, əşi, nə oldu, mən əlimin duzu yoxdur, mən belə, mənim bəxtim belədir, kimə yaxşılıq eləyirəm. Yaxşılıq eləyən deyinməz, yaxşılıq eləyən, yaxşılığını Allah üçün eləyib göndərib Allah'a. Mənim üçün nə önəmi var ki, qarşıda olan bir dənə sağ oluna bəyəm, möhtacam mən kiminsə. Sağ ol onun borcudur, o heç. O sağ ol deməyənlərlə də Allahın öz hesab kitabı var ki, sənə yaxşılıq eləyənə sağ ol da demədinsə, sən necə insansan, o heç. Amma sənə dəxli yoxdur məsələn. Sən öz işində ol. Kocayı yar diri Begu kocayı